Salam. Bugünkü izahım olacaq sizlər üçün yazılı ədəbiyyatda lirik növün janrları. Lirik növ nədir və hansı janrları var, hansı janrlar düşür daha çox, deməli, onların izahını verməyə çalışacağım. Lirik növ üçün biz bilirik ki, əks etdirmə üsulu tərənnümdür. Tərənnüm əsas əks etdirmə üsuludur lirik növ üçün. Amma təsvirə də yer verilir lirik növdə. Əşya və hadisələrin tərənnüm nədir? Əşya və hadisələrin, təbiət gözəlliklərinin təsirlə subyektə yaranan xoş hisslərin, şadlığın, müsbət fikir və arzuların bədii əsərdə obrazlı ahəngdar ifadəsinə tərənnüm deyilir. Ümumiyyətlə, lirik növ lirika mövzu və məzmunca iki yerə bölünür. 1. Məhəbbət lirikası, 2. İctimai lirika. Məhəbbət lirikası vətənə, insana, təbiətə və s. olan məhəbbət nəzərdə tutulur. İctimai lirika deyəndə mövcud quruluş, idarə etmə üsulu, mövcud quruluşdur, idarə etmə üsuludur, beynəlxalq aləm, müharibə, azadlıq, ölkə və s. kimi məsələlərə həsr olunan şeirlər hesab olunur ictimai lirika. Yəni, bu nəzərdə tutulur ictimai lirika deyəndə bunlar. Ədəbiyyatımızda sırf olaraq təbiət mövzusunda yazılan şeirlər peyzaj lirikası adlanır. Sırf olaraq təbiət mövzusunda yazılan şeirlər peyzaj lirikası adlanır. Lirik növün yazılı ədəbiyyatımızdakı janrları var. Bu janrlar beytlə də yazılır, beyt şəklində də yazılanlar var, bənd şəklində də yazılanlar var. Beyt şəklində yazılanlara qəzəl, qəsidə növləri ilə bir yerdə əlbəttə ki, qitə və məsnəvi, yəni qəsidənin növləri birlikdə, yəqin ki, nət, minacat, birazdan onların adlarını çəkəcək. Biz mətiyyə, fəxriyyə, mərsiyə, bunların adlarını çəkəcək. Bənd şəklində yazılan lirik növə aid janrlar isə rubai, tuyuq, mürəbbi, müstəzad da var, dörddük şəklindədir. Mürəbbə də həmçinin dörddükdür, mürəbbi, müxəmməs, təxmis, müsəddəs və s. kimi janrlar bəndlə yazılan lirik növün janrları hesab olunur. Birinci janrımız bizim qarşımıza ən çox yazılan, beytlə yazılan qəzəl janrı çıxır. Qəzəl daha çox məhəbbət mövzusunda yazılır. Qəzəllər 5-10 beytdən ibarət olur. 5-10 beytdən, beyt bilirik də biz nədir? Beyt şeir vahidi olub, 2 misradan ibarət müəyyən mənada bitkin ifadə, məna kəsb edən hissələrə deyilir. Əslində beytlər şeirin hissəsinə deyilir, vahidinə deyilir. Qəzəlin qafiyə sistemi ilk mətləb beyt həm qafiyə, sonraki beytlərdə isə birinci misra sərbəst, ikinci misralar birinci beytlə həm qafiyə olur. Qafiyə sistemi bu cürdür A, A, B, A, C, A, C, A, D, A və s. şəklində qafiyələnir. Qəzəldə müəllifin təxəllüsü məqtə beytdə verilir. Biz bilirik ki, mətlə ilkdir, məqtə də son beytdir. Burada İmadəddin Nəsimidən belə bir qəzəl vermişəm. Buna baxaq. Ayrılır rədifli qəzəlidir. Qəzəldə deyir ki, ey müsəlmanlar, mədəd ol yarı pünhan ayrılır. Ağlamayım, neyləyim, çün gövdədən can ayrılır. Rəngi çöhrən zərd olubdur, qamətim həmçün hilal. Ol günəş üzlü həbibim, ləl-i xəndan ayrılır. Ey cügərsiz nari firqətdən nəsimi çarənə, hər kimə nəhnü qəsəmna çün əzəldən ayrılır. Deməli, ayrılır rədifli qəzəllərdə. Qəzəlin ilk beyti A şəklində qafiyələnir. Buradakı A-lar, A, B, A, C, A, ümumiyyətlə bu hərflərdəki qafiyələr formal xarakter daşır. Burada C də ola bilər, Z də, D də ola bilər. Sadəcə onu bildirir ki, bunlar eyni qafiyədədirlər. Formal əlamət daşır əslində. Birinci beyt pünhan, can. Deməli, həm qafiyə təşkil edən sözlərdir. İkinci misrada, ikinci beytdə düzsün, birinci misra sərbəstdir. İkinci misra yenə də ləl-i xəndan. Pünhan, can, ləl-i xəndan. Sonuncu beytdə də birinci misra, tutaq ki, buna çevirək biz. İkinci misrası isə sonuncu beytin yenə də A olacaq. Əzəldən. Pünhan, can, ləl-i xəndan, əzəldən. Bunlar həm qafiyə təşkil edən sözlərdir.
Burada bir nüansı da xatırladım. Düşə bilir testlərin içərisində. Qəzəlin ilk beytini seçmək olur. Nədən seçmək olur? Diqqətli olmaq lazımdır. Qafiyəsindən seçmək olur. Biz ilk beytinin qafiyəsi fərqlidir. A şəklində qafiyələnir, yəni eyni qafiyələnir deyə biz bilirik ki, burada ilk beytdən söhbət gedir. İlk beyt. Qəzəlin son beytini də seçmək olur. Və burada nə vermişik? Qəzəldə müəllifin təxəllüsü məqtə beytdə, Nəsimi. Fikir verdiniz. Təxəllüs ad son beytdə verilir və bu da adlanır son beyt. Son beyt. Sonrakı beytlər, yəni ortada olan beytlər orta beytlərdən biridir. Bu cür verilir suallarda. Orada demir ikinci beytdir, beşinci beytdir. Bu cür deyilmir. Sonraki misal üçün burada rəngi çöhrən zərd olubdur, qamətim həmçün hilal, ol günəş üzlü həbibim lələ-xəndan ayrılır. Burada orta beytlərdən biridir. Buna ehtiyac yoxdur 2-3 deməyə. Zaten bizə elə düşür. Qəzəl bu qədər qəzəl janrı haqqında. Qəsidəyə keçək. Qəsidə janrı dəbdəbəli, təmtəraqlı şəkildə deyilən şeir janrı hesab olunur. Qəsidə ona görə bu cür təmtəraqlı, dəbdəbəli janrı deyilir ki, saray ədəbiyyatının nümayəndələri tərəfindən yaradılıbdır. Yəni sarayda yaranmış, yayılmış lirik növün janrı hesab olunur. Qəsidənin ən azı 15 beyti olmalıdır. 15 beytdən ibarət olur. Qəsidənin qafiyə quruluşu eyni qəzəldəki kimidir. A, B-A, C-A, C-A, D-A kimi qafiyələnir. Mövzusuna falan və s. görə bunlara görə fərqlənir qəsidə ilə qəzəlin fərqi, əgər fərqi bilmək istəyirsinizsə. Burada belə bir qəsidə vermişəm. Saçma ey göz əşkdən könlümdəki odlara su. Kim bu təklü tutuşan odlara qılmaz çarə su. Abcundur günbədi də var rəngi bilməzəm. Ya mühit olmuş gözümdən günbədi də varə su. Fikir verin, burada yenə də A şəklində qafiyələnir, odlara çarə. Yenə ikinci beytdə burada birinci sərbəstdir, birinci misra. Yenə burada A birinci beytlə həm qafiyəli təşkil edir. Necə ki, burada təşkil edirdi, necə ki, burada təşkil edirdi, burada da həmçinin təşkil edir. Odlara çarə, günbədi dəvvarə. Gördünüz, qafiyələnir. Qulaq qafiyəsi olsa da, natamam qafiyə kimi gəlsə də, yəni bu qafiyələnmiş sözlər hesab olunur. Qəsidədə. Qəsidənin mövzu və məzmununa görə minacat, nət, məthiyə, fəxriyyə, mərsiyə, hədəf kimi növləri var. Minacatda Allah təriflənir, ondan kömək umulur. Nətdə Peyğəmbərin qüdrətindən və müqəddəsliyindən bəhs olunur. Məthiyədə özünü, daha doğrusu məth eləyir, kimlərsə məth eləyir şair. Burada hökümdarlar ola bilər, bəzən isə digər rütbə, mənsəb sahibləri ola bilər. Hökümdarlar, bəzən digər mənsəb sahibləri, rütbə sahibləri ola bilər. Fəxriyyədə fəxr sözü var. Özündən fəxarət hissi ilə, öz qüdrətindən bəhs edir şair, özü ilə fəxr edir. Sözlərini özlərindən tutmağa çalışır. Mərsiyənin növlərindən, yəni, daha doğrusu qəsidənin növlərindən. Mərsiyədə müqəddəs insanların, həmçinin hökümdarların, xalq qəhrəmanlarının, görkəmli şəxslərin, bəzən də şahın, yaxud şairin özünün yaxın qohumunun ölüm münasibəti ilə yazılır. Mərsiyə şifahi xalq ədəbiyyatında mövzuca ağlarla oxşarlıq təşkil edir. Həcvdə konkret bir şəxsin tənqidinə əsr olunan, o qədər də ictimai məzmun daşımayan şeirdir. Həcv konkret bir şəxsin tənqidinə əsr olunan, ictimai xarakter daşımayan bir şəxsə ünvanlanırdı. Ona görə ictimai deyil, yəni cəmaata ünvanlanmır. Qitə janrı nədir bəs? Qitə janrı ərəbcədən parça, hissə mənalarını verir. Qitələr daha çox ictimai, siyasi, əxlaqi, tərbiyəvi, elmi, fəlsəfi məzmunlu olur. Elmi fəlsəfi məzmunlu olur. Qitələrdə müəllifin sonunda təxəllüsü adətən verilmir. Qafiyə quruluşu necədir uşaqlar? Qafiyə quruluşu A, B, C, B, D, B, G, B. Yəni, ancaq ikinci misralar bir-birinə həm qafiyədir. Digər ilk misralar sərbəstdir, yəni qafiyə təşkil eləmirlər digər misralarla. Padişahi mülk, dinarı dirəm rüşvət verib, fəthi kişvər qılmağa eylər mühəyya ləşkəri.
Yüz fəsadü fitnə təhriki ilə bir kişvər alır, ol dəxi əsarı əmnü istiqamətdən bəri. Göstərən saatdə dövran-ı fələk bir inqilab, həm özü fani olur, həm nəşgəri, həm kişvəri. Fikir verirsiniz, ancaq ikincilər həm qafiyəli təşkil edir. Yəni ki, A, B, C, B, D, B şəklində qafiyələnir, qitələr. Gəldik Məsnəviyə. Məsnəvi ərəbcədən ikilik mənasını verir. Məsnəvinin beytləri öz aralarında qafiyələnir. AA, BB, CC, CC, DD, EE və s. ZZ və s. Klassik ədəbiyyatda poema janrı məsnən formasında yazılıb. Poemalar məsnən formasında yazılıb. Bu da asan oxunmasına kömək edir. Biz keçirik. Burada deməli, belə bir məsnəvi var. Fitnə törətmə, ey fitnəkar cavan, fitnədir elləri dərdlərə salan. A, cavan salan. Cana məlhəm sədə vəfa etibar, fitnəkarlıq edər onu tarimar. B, etibar tarimar. Fikir verirsiniz, misralar, beytlərdəki misralar öz aralarında qafiyələnir. A, BB, CC, 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 DD bu cür qafiyələnə gedir. Yenə deyirəm, verilən bu hərflərdə, qafiyələrdə verilən bu hərflərin elə bilməyin ki, buradakı saitlərlə falan əlaqəsi var. Xeyr, ona görə deyil. Sadəcə qafiyə eyni olur deyə A şəklində verirsən. ZZ də verə bilərsən, JJ da verə bilərsən. Misal üçün də, yəni formal xarakter daşıyır əslində. Bəndlə yazılan şeir janrlarına keçid eləyək. Rübai klassik ədəbiyyatda işlənən şeir janrıdır. Yəni yazılıbdır bu janrlarda. Janrda daha doğrusu rübai cəmi 4 misradan bir bənddən ibarət olur. Daha çox ictimai, fəlsəfi, əxlaqi məzmun daşıyan şeir janrıdır. Rübainin qafiyə quruluşu A, B, A bəzən də 4A şəklində qafiyələnir. Biz bilirik ki, Rübainin ustadı sayılır. Məsəti Gəncəvi, İntibah dövrü Azərbaycan ədəbiyyatı 13-cü əsrdə yaşamış bizim şairəmizdir, Məsəti Gəncəvi. Əlimdə olsaydı əgər iqtidar, bu köhnə fələyin yerindən yıxar, yerində elə bir cahan qurardım ki, hamı yaşardı azad bəxtiyar. Bax, fikir verin, burada A. İqtidar, yıxar, bəxtiyar. Bunlar həm qafiyə oldu. Bir dənə burada B-miz sərbəst oldu. Yəni, 3-cü misramız sərbəst oldu. Rübai nədir bəs? Rübai hansı janrda olur bəs? Rübai əruz vəzninin, daha doğrusu hansı bəhrdə olur? Əruz vəzninin həzəc bəhrində olur. Əruz vəznində yazılır mütləq şəkildə. Çünki klassik ədəbiyyatdadır və əruz vəznində yazılır vəzn etibarla və həzəc bəhrində yazılır. Tuyuq nədir bəs? Tuyuq türk xalqlarına məxsus şeir janrıdır. Türk şeir janrıdır, yəni duymaq, duyğu sözlərindəndir. Tuyuq cəmi bir bənd 4 misradan ibarət olur. Bu dünyada bir nəfs üçün olmuş yalaq. Dibi yaxındır anun, degül iraq. Zülfini tağıtma cəm eylə bəgüm. Yoxsa olur bu cahan alaq bulaq. Fikir verin, yalaq, iraq, alaq, bulaq. Burada da qafiyələnmə sistemi, birazdan deyəcəm onu. Yəni orada yazmışam. A, B, A şəklindədir. Eyni rüvaydəki kimi qafiyələnir. Yaxşı, yalaq, iraq, alaq, bulaq. Bəgüm isə burada sərbəst olacaq. Burada da həmçinin vermişəm. Tuyuğun qafiyələnməsi rüvaydəki kimidir. A, B, A şəklindədir. Bəzən də 4A şəklində qarşımıza çıxır. Tuyuğun rübaidən fərqi ondan ibarətdir ki, tuyuq əruzun rəməl bəhrində yazılır və mövzusuna görə fərqlənir. Rübai nədə yazılırdı? Həzəc bəhrində yazılırdı. Bax, burada qeyd eləmişdim. Həzəc bəhrində yazılır. Bəs fərqi nədir? Fərqi ondan ibarətdir ki, mövzusu etibarilə fərqlidir. Misal üçün, rübailər ictimai, fəlsəfi, əxlaqi məzmunda yazılır. Tuyuqlar isə əsasən burada qeyd eləmişəm, qəhrəmanlıq, mübarizlik, igidlik bu mövzularda yazılır tuyuqlar.
Mürəbbə ərəbcə dördlük deməkdir. Qafiyə quruluşu ilk bəndi 4A şəklində, sonrakı bəndlər ilk 3 misra bir-biri ilə həmqafiyə, sonrakı misra isə birinci bənddən həmqafiyə olur. Bax, sonrakı bəndlər ilk 3 misra bir ilə həmqafiyə, sondakı misra isə 4-cü, yəni birinci bənddən həmqafiyə olur. Bir nicari istərəm aləmlərin əlasıdır, rüzgarın bağı içrə növgülü rənasıdır. Can ona qiymət deyil, qiymətlərin ədnasıdır. Çünki bu sövdayı kamili gülruxun sövdasıdır. Fikir verin, A şəklində qafiyələndir. Əlasıdır, növgülü rənasıdır, ədnasıdır, sövdasıdır. Zahida. Bu biz deyil kim 50 qat başa qoyub, şeydi salusi ilə biçarə əvamı tovlayıb. Ac qurt kimi cəmiən pul malını soyub, bəlkə bu sövdə-i kamili gülruxan sövdasıdır. Qoyub, tovlayıb, soyub. Bax, fikir verək burada. B. Həmqafiyədir, yəni ilk 3 misra digər bəndlərdə həmqafiyədir. Dördüncü isə yenə də A-dır, yəni birinci bəndlə həmqafiyəli təşkil edir. Müxəmməs janrı nədir? Müxəmməs ərəbcə beşlik deməkdir, yəni beşlik hər bənddə 5 misradan söhbət gedir. Beşlik odur. Mürəbbədə dördlükdə hər bənddə 4 misradır. Yəni 1, 2, 3, 4, 1, 2, 3, 4. Burada isə 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5 misradan ibarət olur. İlk bəndinin qafiyə quruluşu 5-i də həmqafiyə, aralarında A. Sonrakı bəndlərdə isə ilk 4 misrası həmqafiyə, sonuncu isə birinci bəndən həmqafiyə. İlk 4 misrası həmqafiyə, sonuncu isə birinci bəndən həmqafiyə olur. Misal üçün, burada baxaq, bir dəxşi xudadır bu məlahət sənə dilbər, göftar-ı bəlağət bu fəsahət sənə dilbər. Bu nazür nəzakət, bu təravət sənə dilbər, məxdum olub ol hüsnü lətafət sənə dilbər, naz etmə, gəl üşşaqa əmanət sənə dilbər. Deməli, məlahət, fəsahət, təravət, lətafət, əmanət. A. Həmqafiyə təşkilinə sözlər. Sonraki bəndə baxaq. Ey məhnə əcəbsən, nə qəşəngsən, nə gözəlsən. Xubluqda bugün Yusuf kananə bədəlsən. Demək nə ravə Yusuf sani sən əzəlsən. Dur mən dolanım başına bir yanıma gəlsən. Haşa edəməm, bil ki xəyanət sənə dilbər. Bax, gözəlsən, bədəlsən, əzəlsən, gəlsən. Fikir verdik burada. B. İlk dördü həmqafiyə. B. Sonuncu xəyanət isə A-dır. Yəni, birinci bəndən həmqafiyə oldu. Bax, məlahət, fəsahət, təravət, lətafət, əmanət, xəyanət. Fikir verdiniz, həmqafiyə təşkil elədi. Təxmis nədir? Təxmis beşləmə deməkdir. Beşləmə qafiyə quruluşu müxəmməsdə olduğu kimidir. Müxəmməslə təxmisin fərqi odur ki, ondan ibarətdir ki, təxmisin hər bəndinin son 2 misrası başqa müəllifə aid olur. Yəni, qəzələ artırılır da, belə deyək biz əslində, amma müxəmməs şəklində qafiyələnir. Son bənddə hər iki müəllifin adı verilir. Qəzəlindən götürülür daha doğrusu. Gəl ey laləlixun bülbül şirin süxənim. Ömr bağından xəzən oldu gülüm yasəmənim. Çaq oldu qəza tiğ ilə bəs ki tənim. Bu bir müəllifindir. Yəni, bu müəllif, belə deyim də, Füzuliyə deməli, təxmis yazıbdır. Füzulinin şeirinə təxmis yazıbdır. Əslində, birazdan biləcəyik, Növrəsdə əslində yazan Füzuliyə yazdı. Sonuncu bəndə də burada qeyd eləmişəm ki, bilək. Sonra Füzulidən alıbdı 2 dənə misrasım. Pəmbəyi dağıcunun içrə nihandır bədənim. Diri olduqca libasım budur ölsəm kəfənim. Sondakı bənddə deyir, ey könül rəncü ənasir zövq buldum eşqdən.
Aşiq həksan cəfasız zövq buldum eşqdən. Fəxr qıl növrəs bəhasız zövq buldu eşqdən. Ey Füzuli intihasız zövq buldun eşqdən. Böylədir hər işçi haqq adilə qılsan ibtida. Bu da sonuncu bənd idi təxmisdə və burada sonuncu bənddə də görürsünüz ilk üçü təxmis yazanındır. Kimə təxmis yazıbsa sonda da o iki misra verilir. Yəni Füzulidən alıbsa Füzuliyin şeirinə təxmis yazıbdır deməli. Bu təxmis idi, beşləmədir, yəni müsəddəs altılıq deməkdir. İlk bəndi 6A şəklindədir. Sonraki bəndləri ilk 4 misrası həm qafiyə, sonraki 2 misrası birinci bənddən həm qafiyə. İlk 4 misrası həm qafiyə, sonraki misraları ilk bənddən həm qafiyə şəklində qafiyələri. Müsəddəs həcmcə 6-10 bənd arası olur.